Bugün sizin üçün övladımızın düşünmə bacarığını, diqqət və konsentrasiyasını artıran belə bir tapşırıq hazırlamışam. Üçbucaq, dairə və dördbucaq çəkmişəm. Yanında isə sualları yazmışam. Fərq etdiksə sualları sırasız, qarışıq formada yazmışam və uşaq hərfləri bir-bir tapdıqca sualların qarşısına yazacaq və sonda doğru sırayla hansı söz ortaya çıxacaqsa onu tapacaq. İndi isə başlayaq. Birinci sual. Ancaq dördbucağın içində olan hərf. Bu hərf S hərfidir. Birinci sualın qarşısına S yazırıq. İkinci sualımız. Dairə və dördbucaqda olub, üçbucaqda olmayan hərf. Bu hərf U hərfidir və ikinci sualın qarşısına U yazırıq. Beşinci suala keçirik. Ancaq üçbucağın içində olan hərf. Bu hərf R hərfidir və 5-ci sualın qarşısına R yazırıq. Dördüncü sual. Dördbucaq və üçbucaqda olub, dairədə olmayan hərf. Bu hərf E hərfidir və dördüncü sualın qarşısına da E yazırıq. Üçüncü sual. Ancaq dairənin içində olan hərf. Bu hərf P hərfidir. Üçüncü sualın qarşısına P yazırıq. Altıncı sual. Heç bir şəklin içində olmayan hərf. Bu hərf S hərfidir. Altıncı sualın qarşısına S yazırıq. 8-ci sual. Dördbucaq, üçbucaq və dairənin ortaq hərfi. Bu hərf N hərfidir. Və 8-ci sualın qarşısına N yazırıq. 7-ci sualımız. Dördbucaqda olmayıb, dairə və üçbucaqda olan hərf. Bu hərf Ə hərfidir. Və 7-ci sualın qarşısına Ə yazırıq. İndi baxırıq suallara və doğru sırayla görək hansı söz çıxacaq ortaya. Birinci S, ikinci U, üçüncü tapırıq P, dördüncünü tapırıq E, beşinci R, altıncı S, yedinci Ə və 8-ci N. Süpersən. Aferin sənə.